ABC düzbucaqlı üçbucağında DY ilə CB bir-birinə paraleldir. AD'nin DS'ye nisbəti 3-ün 4-ə və AB'də 21 olarsa BY parçasının uzunluğunu tapın. BY 1x deyək. Deməli, ABC düzbucaqlı üçbucaqdır və həmçinin DY də CB'yə paralel olduğu üçün bu da düzbucaqdır. Yəni DY A bucağı da düzbucaqdır. Bu düzbucaqlı üçbucaqlar, yəni üçbucaq A, D, Y oxşardır. Üçbucaq A, C, B-yə. Üçbucaqların oxşarlığından istifadə edərək uyğun tərəflərin nisbətlərini yazaq. AD-nin AC-yə nisbəti bərabər olmalıdır AY-nin AB-yə nisbətinə. Burada AY-ni BY-ni x olaraq yazdığım üçün bu hissə olacaq 21 çıxılsın x. AD parçasını 3K, AC parçası avtomatik olacaq 3 ilə 4-ün cəmi 7K. AY parçası 21 çıxılsın x. AB parçası isə 21-dir. K-ları ixtisar edək. 21 ilə 7-ni ixtisar edək. Burada 1, burada 3 düşür. Çarpaz vuraq. 9 bərabərdir 21 çıxılsın K. K yox, x. X də bərabərdir 12. Deməli, BY bərabərdir 12.